blok sxemdir. Burada iç-içə dövr var. S-in qiymətini, i-nin qiymətini, m-in qiymətini verib. I-nin qiyməti 1-dən başlayır 6-ya qədər, deməli 5 dəfə davam edəcək və hər dəfə, hər dövrün içində də, i-nin 1 qiymətində də j-nin 9 qiyməti. Yəni burada dövr getməlidir. 9 dəfə də bu dövr getməlidir. Deməli burada nə edirik? Birincidə yazaq. I bərabərdir 1 halı üçün. J-ni 1 verib və m-i də verib. Görürük. Deməli burada nə hesab gedir? Şərt yoxlayır. J bərabərdir 1, J kiçikdirsə ondan, onda bu prosesi icra etsin. S bərabərdir S plus M vur J plus I. İlk dövrdə bu bizə verir. Deməli, M vur J verir 2-ni, üstünə də I olur 3. Sonra J'nin qiyməti 1 vahidi artır olur 2. Sonra yenə S-i icra eləyir. J-ni M-ə vurur. M-in qiymətini buraya yazdım. M bərabərdir 2-dir. 4 üstünə də i gələndə i də dəyişmir. Bu dövrdə hamısında 1 olur. Onda olur S də 5-dir. Əvvəlki S-in qiyməti ilə yeni qiyməti toplayırıq. 8. Sonra J-nin qiyməti yenə bir vahid artır. S bərabərdir 8 plus. Bu səfər də 3-ü 2-yə vururaq 6. Üstünə 1 gəlir 2, 7. 15 eləyir. J-nin qiyməti eləyir 4. S-in qiyməti eləyir 15 plus 9. Bu da bərabərdir 24. Sonra J-nin qiyməti olur 5. S-in qiyməti olur 24 plus 11. Bu da eləyir 35. J-nin qiyməti 1 vahid artır. S-in qiyməti olur 35 plus 13. Bu da edir 48. Sonra J-nin qiyməti olur 7. S-in qiyməti 48 plus 15 olur. Bu da bizə verir 63'ü. J-nin qiyməti 8 olduqda S-in qiyməti olur 63 plus 17. Bu da bizə 80'i verir. J 9 olduqda S olur 80 plus 19. Bu da 99'u verir. Deməli, birinci dövr içindəki birinci J-nin bu dövrü tamamlandı. İ'nin daha doğrusu bir dövrü tamamlandı. Yani keçir ikinciye. Artıq burada qiymətimiz 99 oldu. Növbəti qiymətləri bunun üzərinə gələcək. Mən sadəcə olaraq ayrı-ayrı yazıb sonra hesablayıram. Hesablama biraz uzun, çətin olmasın deyə. İkinci dövrümüz isə burada artıq tamamlandı. J getmir deyə keçir bura. İni bir vahid burada artır olur 2. I oldu 2. M də yenə də 2'dir. Və J 1'dən başlayır. S bərabər yenə eyni prosesi təkrarlayır. Sadəcə mən burada sıfırdan yeni yazacağım. Sonra toplayacağım ədədləri bir-biri ilə. Yəni istəsəz siz 99'un üzərinə gələrək hesablaya bilərsiniz. Sadəcə asan olsun deyə hesaplaması. Ən axırda 5 qiyməti toplamaq daha rahat gəlir mənə. S bərabər olacaq. J'ni M-ə varıq 2, üstünə 2 gəlirik 4. J olacaq 2, S bərabər olacaq 4 plus 6 olacaq artıq burada 10. J bərabər olacaq 3'ə, S bərabərdir 10 plus 8 bərabər olacaq 18. J bərabərdir 4 olduğu halda S bərabər olacaq 18 plus 10. Yəni 4 2'yə vururuq. 8 üstünə də i-ni 2'ni gəlir 10 eləyir. Çox da ona görə çox da açıqlamıram. Tez-tez yazacağım. Uzun çəkən bir blok sxemdir. J-nin qiyməti 5 olacaq. S isə bərabərdir. Olacaq burada artıq 28 üstə 12. Bu da bərabər olacaq 40'a. J-nin qiyməti oldu 6. S oldu 40 plus 14 bərabər olacaq 54'ə. J bərabərdir 7 olduğu halda S bərabər olacaq 54 plus 16'ya. Bu da bərabərdir 70'ə.
J beraber 8 olduğu halde S beraber olacak. 70 plus 18. Bu da olacak. 88. J beraber 8 olduğu halde S beraber olacak. 88 plus 20. Bu da oldu 108. Sonra buradan yazın bir yerden. J beraberdi. 9 olduğu halde S beraber olacak. 108 plus, daha doğrusu səhv yazdım burada. 88, burada 9 deyir, bu deyirəm də niyə belə oldu? 9'dur, bunu səhv yazdım. Deməli bu, yəni burada bu proses getməyəcək də bitib burada. Səhv yazdım. Elə bildim 8'i yazdım. 9'uncu yazdım. Keçik 3-cü dövrə. 3-cüdə i beraber olacak 3'e. Şimdi yine J beraberdir. Yine M beraberdir. 2'ni yazıram. Fikrimizden çıkmasın diye J beraberdir 1'dir. S beraber olacak artık. Birincide 5'e. J beraber 2'dir. S beraber olacak. 5 plus 7 olacak burada. Bir de hesabını yaparım. Onda asan olacak. Yani J'ni M'e vurduk burada. 4 ikinciye vurduk. Üstüne 3 geldi hiç. 7 ona göre de bu kıymeti aldı. 12 J beraberdi 3 olduğu halde S beraberdi. 12 plus 9 olacak artık. Olacak 21. J beraberdi 4 olduğu halde S olacak 21 plus 11 34'ü verecek. J beraberdi 5 olduğu halde S olacak 34 plus 13. Bu da beraber olacak 47'ye. C beraber 6 olduğu halde S olacak 47 plus 15. O da beraber olacak 62'ye. J beraber 7 olduğu halde S beraber olacak 62 plus 17. Bu da beraberdi. 62 plus 17. Bu da beraberdi. Neçə beraberdi bu? 79'a. S beraber, J beraberdi 8'dirsə S beraber olur. Adasa səhv getmədim ki. 47. Deməli səhvimi tapdım. Burada 21 son bir gəl 32 34 yazmışam. 32 yazmalı idim. Bu 32'dirsə, bu da 32'dirsə, bu 45'dir. Bu 45'dirsə, bu 60'dır. 60'dırsa bu 77'dir. Düz getmişdim. S bərabərdir 77'nin də üstünə 19 gəlirik. Eləyir 96. Sonra da J 9 olanda da J bərabər 9 olanda S bərabər olur. Deməli 96 üstə 21'e ve beraber 117'ye. Üçüncü dövrdə bitti. Dördüncü dövrə gedək. Dördüncü dövrdə i beraber olur 4'e. J beraber olur 1. Hem də 2'də hər dəfə yadımdan çıxır. Deməli S birincidə beraber olur 6'ya. Sonra J oldu 2. S oldu 6 plus 8 elədi 14. J beraberdir 3'dürsə S beraber olur 14 plus 10 24. J 4 olanda S beraber olur 24 plus 12 36. J 5 olanda S beraber oldu. Deməli 36 plus 14 da 50. J beraber de 6'dırsa S beraber oldu. 50 plus 16 66'ya. J 7'dirsə S beraber oldu. 66 plus 18'e
Bu da verdi 84'ü. J 8'dirsə S beraber oldu 84 plus 20. Bu da 104 oldu. J 9'dursa S beraber oldu 104 plus 22'ye. Bu da oldu 126. Bak bu qiymətləri sonda toplayacağım. Mesela özüm üçün belə rahat yol fikirləşdim. En sonuncu dövrü görək buradan yerləşdirə biləcəyikmi? I bərabərdir 5 olan dövrü gedirik. M də 2'dir. Deməli, J oldu 1. Yanından yazacağım. S de beraber oldu 7'ye. J 2 olanda S beraber oldu 7 plus 9 16. J 3 olduğu halda S beraber oldu 16 plus 11. Bu da beraberdi 27'ye. J'nin 4 kıymetinde S beraber oldu 27 plus 13. Bu da beraberdi 40. J'nin 5 kıymetinde S beraber oldu 40 plus 15. Bu da beraberdi 55'e. C'nin 6 kıymetinde S beraberdi 55 plus 17. Bu da beraberdi 72'ye. J'nin 7 kıymetinde S beraber oldu 72 plus 19'a. Bu da 91'i verdi bize. C'nin 8 kıymetinde S oldu 91 plus 21. Bu da oldu 112. En sonuncu J'nin 9 kıymetinde S beraber oldu 112 plus 23. O da beraber de 135. Bu kıymetleri toplayıram en sonda. Bunları 1, 2, 3, 4, bir de bu 5. Bir kalkülatörde toplasam 585'i verdi. Cevap 585 hansı variantıydı? Y variantı. Deməli cavabımız oldu Y variantı. 585.